Salam uşaqlar, bugün sizlər üçün inşallah kimyəvi tarazlıq mövzusunun yeni əlavə olunmuş sualını izah edəcəm. Deməli, hidrogen və amoniakın kütləsi mənə verib m və m qram, yəni kütlələr bir-birinə bərabərdir. Amoniakın öz kütləsi nə qədərdir? 17 qram. Hidrogen isə 2 qramdır. Mən indi azı çoxa çatdırım. Yəni mən burada ilə amoniakı öz kütləsi qədər götürüm 17 qram. Onun da kütlə bərabər olduğu üçün hidrogeni də götürməliyəm 17 qram. Daha sonra mən bilməliyəm ki, tarazlıq qatılığına kütlə yaza bilmərəm. Neynəməliyəm? Təbii ki, mənə verilən kütləni öz kütləsinə bölüb molunu tapmalıyam. Amoniak 17 qram verib, onda mən bunu 17-yə bölərəm. Taparam ki, bu neçə moldur? 1 mol. Aha, indi 17-ni mən 2-yə bölərəm. Hidrogen kütləsinə taparam burada hidrogen 8,5 moldur. İndi hesablaya bilərəm. İndi 1 mol amoniakın əmələ gəlibsə, onda 5 mol azot sərf olunub, onda 1,5 mol da hidrogen sərf olunub. İndi 8,5 tarazlıqdır, sərf olunan 1,5. Başlanğıc mol oldu 10 mol. Deyir ki, neçə faizi sərf olunub? 10 mol var idi əzizlərim. Bunun 1,5-i sərf olunub. 1,5 bölünsün 10 vurulsun 100. Bu da eləyər gözəl insanlar